Hayır, Azərbaycan futbolunu, indiki Azərbaycan futbolunu 3 sözlə, ifadə ilə canlandır, təsvir elə. O şeydə deyir, hicran tamaşasında təsvir elə. Azərbaycan futbolu. Sözlə inanmıram. Üç sözlə onu deyə bilərəm ki, Azərbaycan futbolu geriyə gedib. 4 oldu amma ev yox idi olsun. Geriləyir. Geriləyib. Milli komandamız Santuş gəlib. Nə qədər demişik Santuş? Santuş kimlərə niyə pul verir qardaş? Niyə milyonları tökürük onun boğazının yoluna, yemək formasında, su formasında? Sabah bürsün desə Azərbaycan ona maraqlıdır. Çıxıb gedəcək, pulun qazanacaq, təzminatını da alıb çıxıb gedəcək. Maraqlıdır. 10 oyun keçirib bu adam, bir dənə qələbəsi yoxdur. 2 dənə də yoldaşlı oyun oynadıq. Rigada, Latviya ilə qolsuz bərabərlik, düzdür. Bakıdakı oyunda Macarlarla oyunda pis oynamadıq. İndi baxmısınız. Bəli. Pis değildi, yaxşı idi. Məşqçi də dedi, futbolçular da dedi. Döyüşdük. Amma qardaş yoxdur da, yəni Hamımız düşür Santos'un üstünə. İndi onu bura gətirən insanlar da məsuliyyət daşımalı. ilk növbədə onlar məsuliyyət daşıyır. Bəli, ilk növbədə biz hamımız Santos. Məsələn, onu gətirən bura istər meneceri olsun, istər indi rəhbərlikdən kimlərsə gətiribsə, məsələn, onlarda da məsuliyyət var. Santos'un özü mən belə onu düz deyim, indi məşqçi kimi bizim onu. Amma mən onu beləcə güclü məşqçi kimi məsələn dahiyə. Elə də güclü məşqçi saymıram. Nə? Bir Avropa çempionu. Avropa çempionu, o da Ronaldo'nun sayəsində olub. Ondan sonra getdi bu insan materiallarla. Ondan sonra hara gedib qovulub? Getdi Polşaya. Düzdür? Polşada da mən bizim Azərbaycan millisindən, Polşa millisindən məsələn arasında yerlə göyə qədər fərq var. İstər onların oyunçularında, istər reallıqdır da. Lewandowski hamısı oynayırdı. Getdi orada rezultat verə bilmədi. Oradan çıxartdılar. Gəldi oradan Beşiktaşa. Beşiktaşda qovuldu. Beşiktaşda da 3-4 ay işləmədi. Belə götürəndə Beşiktaşda da səviyyəli futbolçular var idi. Orada da işləyə bilmədi. Oradan elə bir üst səviyyədən gəlib düşmüsən aşağı səviyyə. Azərbaycan o futbolçularla işləyib onlarla rezultat verəməmsə, gəlib düşmüsən Azərbaycan. Burada vəbşə sən rezultat verəməyəcəksən. Mənim dəmsi çatmayan nədir? Mənim dəmsi çatmıyordu ki, özünə hörmət eləyən məşqçi heç vaxt bizim millidə bu şəraitdə, məsələn, futbolçunun olmadığı bir dövrdə o məsuliyyəti götürüb üzərinə heç vaxt gəlib kontrakt imzalamaz. Götürmək bir yana, yalandan o bəhbəhlə vədlər verirlər. Biz 2028-ci ildə final mərhələsi. Sən hansı komandayla necə gedəsən? İsmail, inanırsan ona da deyirlər ki, belə söz. Bilirəm qardaş. Məsələn, bizim vaxtımızda da Bert Fox'a da elə deyirdilər. Ki, sən çıx orada danış nə deyinən ki, narahat olmayın 2 ildən sonra, 3 ildən sonra. Topun güllənin, topun tüfəngin güllənin qabağına belə çıxır ki, o qurbanları verirlər də. Danışmalı olan adamlar qalır kənarda. Aslan deyir, bu hərdən biz deyirik, biz Bertin Fox'un vaxtında. Biliyorsun, insanlar var ki, orada yazırlar da, komentlər yazırlar. Siz necə neynəmişsiniz? Siz nə oynamısınız, gəl, nə eynəmişsiniz? Biz ən azından, heç olmasa da, ən azından vuruşurduq. Uduzanda heç olmasa özümüzdə bir peşmançılıq çəkirdik. İndi bacardığımız o idi. Allahın dostunda, hə. İşte dost tanış üçün, ha, indi düzdür biz işləmirik, amma indi arsızlaşmışıq. Biz nədə o qədər şey eləmişik ki. Yəni futbol ictimaiyyəti olaraq arsızlaşmışıq. Həm alışmışıq, öyrəşmişik, vecimizə döyür. Vaksini elə yeridiblər ki, bədənimizə artıq yəni normal baxırıq da, məğlubiyyət. Mini futbol biraz deyilənlərdir. Biraz sonrası yaddan çıxartdı, amma bir nə özümüz də görürük ki, mini futbolla indi böyük futbolun arasında çox fərq var da. Gedirik. Mən inanırsam bəlkə də bu Latviya var bu. Biz veteranlar yığılsa da gəlib Latviyanı udardıq o. Zarafat elə. O vaxt Latviya ilə oynayanda fikirləşirdim ki, Latviyanı evdə udacağıq. Yəni variant yoxdur. Səfərdə də gedib məsələn heç eləyərik də. Yaxud da elə bir rəqib idi ki, bu Pribaltika ölkəsi. 119-cu yerdəyik bir dəqiqə. Bizim vaxt göstərib ona gələcəkdir. Bizim vaxtında 89 idi, 90 idi, qalxmışdıq. Prasneçkin vaxtında bir qədər də yaxşı oldu. Gəlib düşmüşdük o yerə. Gör üstündən keçib gəlib biz arxaya gedirik. Yəni bayaq əbəs yerə demədin də Azərbaycan futbolu. Onu deyirəm, birazdan baxacaq Bangladeshdən gəlib keçib bizi. Qardaş, deyirlər ki, futbolumuzu lağa qoyursunuz, nə bilim, məzələnir. Qardaş, neyinəyək, yaxşı? Sən demə, mən deməyim, tənqid eləməyək. Təhqirsiz danışırıq da, AFFA-dı tənqid eləyirik. AFFA-nın işinə tənqidi yanaşmamızı, fikirlərimizi bildiririk. Qardaş, nəsə bir şey əncam çəkmək lazımdır. Azərbaycan futbolu necə qalxsın? İllərdir, 30 ilə yaxındır. Mahir, sənin olduğun dövrdə də, Ruslan, sizin dövrünüzdə infrastruktur uşaq futbolu, infrastruktur uşaq futbolu. Bu şeyi deməkdən dilimizdən tüy çıxıb. Yəni. Amma ortada bir şey yoxdur.